200 gün bundan qabaq başıma qəribə bir iş gəlib. Demək, bir dostumla söhbət eləyirdim. Söhbət nədənsə gəldi, futbola düşdü. Dedim ki, mənim futbol barəsində bildiyim cəmi 2 ciddi fakt var. Bir onu bilirəm ki, topla oynanılır, bir də komandada 12 nəfər olur. Dostum təbəssüm elədi, dedi ki, qardaş, sən məni şübhəyə salırsan, sən ciddi adam bilirəm. Amma futbolda məncə 11 nəfər oynayır axı. Sonra dəqiqləşdirdim, gördüm ki, doğrudan da 11 nəfər bilirmiş. Yəni mənim futbol barəsində biliyim 0,1%-ə indi. Mənim futbol haqqında bilib-bilməməyim dünyanın və sizin taliyinizdə heç nəyi dəyişdirmir. Bunun əhəmiyyəti də yoxdur. Bu informasiyanı ona görə verdim ki, indi təqdim edəcəyim materialda futbolla bağlı dediyim sözlərdə dəqiqlik axtarmayasınız. Onun əhəmiyyəti yoxdur. Məsələ nədən ibarətdir? Deməli, Belarusiyadakı diktatura yoxdur. Onun ucbatından, Ukraynanın təklifi ilə futbolla bağlı Avropada hansısa bir liqa yarışı keçirilir. Qərar qəbul olunub ki, necə ki Rusiya sanksiya tətbiq olunub, Rusiyada o futbol oyunları, Avropa, UEFA'nın oyunları keçirilmir. Eyni şey Belarus'a da tətbiq olunsun. Belarus'ta da bu oyunlar keçirilməsin və bu qərar qəbul olunub. Bundan xəbər tutan İlham Əliyev dərhal Belarus qardaşını səsləyib ki, mən ölməmişəm ki, gəlin bu futbolu Azərbaycanda keçirin. Yəni Belarusda mümkün deyil. Azərbaycan sizin doğma yeriniz. Gəlin futbolu orada oynayın. Və belə qərar da qəbul olunub. İndi Belarus komandası ilə hansısa Avropa komandasının oyunu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Bu xəbəri mən o vaxt eşitdim ki, TikTokdan bir Azərbaycanlı xanım mənə fəryadla müraciət eləmişdi ki, qardaş, bizi Azərbaycanın X rayonundan da gətiriblər ora işlətməyə, bir tikə çörək qazanmaq üçün. Hansısa ucqar bir kənddə, Belarusun. Və iş deyilən kimi olmayıb, biz aldadılmışıq və faktiki indi küçədə qalmışıq, dil bilmirik, necə geri qaydaq, pulumuz falan da yoxdur, mümkünsə mənə kömək elə. Mən də yazdım, pozdum, ora-bura müraciət elədim, şükür Allaha məsələ həll oldu. Yəni, təzadı görürsünüz. Azərbaycan, İlham Əliyev öz diktatura müttəfiqlərinə bacardığı əli tutur. Yəni, mədəni dünya onları sanksiya ilə sıxanda Azərbaycan hakimiyyəti onlara bir qapı açır. Eyni bir şəraitdə isə, eyni bir vəziyyətdə isə Azərbaycanın kəndində, kəsəyində, qəsəbəsindəki insanlar Belarusdan tutmuş İndoneziyaya qədər qul əməyi sayılacaq işlərdə işləməyə üst tuturlar.